Birinci hissədə qara qararatın budama vaxtı haqqında danışdıq. İkinci hissədə isə əsasən budaması haqqında danışırıq. Torpağa yaxın hissədən başlamalıyıq. İlk öncə gövdələri təyin edirik. Bu gövdəni kəsəcəm. Çətrin ortasında olan bu hissəni açdıq. Çox əyilən gövdələrdən rahatlıqla kəsə bilərsiniz. Sonra burada 2 dənə, gördüyünüz kimi 1 illik budaqlar var. Birini kəsməliyik. Yerə əyilən və yanındakı kola mane olanı kəsirik. Buradan kəsirik. Bu gövdənin üzərində yeni bir budaq var. Bu budaq da məhsuldar budaqdır. Ona görə tam torpağa yaxın hissədən kəsmirəm. Biraz yuxarıdan çəpinə kəsirəm. Bunlar kəsilməlidir. Çox zəifdir. Hətta qurumuş da var üzərində. Bunların ikisini kəsirəm. Burada 1 illik budağı saxlayıb bunu kəsirəm. Sıxlığı aradan götürürəm. Əssalam. Görürsünüz, açıldı. Sınmış, zədəli budaqları mütləq kəsməliyik. Bunu kəsirik. Baxın, buna ehtiyac yoxdur. Budama etdikdən sonra, əgər böyük yaralar varsa, bağ məlhəmi vurmağınız məsləhətdir. Hər hansı bağ məlhəmindən istifadə edə bilərsiniz. Bu mənim özümün hazırladığı bağ məlhəmidir. Çoxları deyir, bordo məhluludur. Xeyr, bordo məhlulu deyil. Sadəcə bordo məhlulundan istifadə edilən mis sulfat bunun tərkibində var. 5-6 element var. Hörmətlər.